Turan Tovuz Azərbaycan çempionatının növbəti turunda səfərdə Sumqayıtla qarşılaşmada 3 xal qazandı. Təəssüflər olsun ki, bu 3 xal artıq turnir cədvəli baxımından heç nəyi dəyişmir və ümidlər qalıb yalnız və yalnız Qarabağın Azərbaycan Kubokunun final oyunundakı nəticəsinə. Mövsüm bitdi deyə bilərik. Həyəcanla necə olacaq çox dedik, artıq bəllidir. 4-cü yer demək olar ki, dəyişməyəcək və həm məyus olduq, gözləntilərin aşırı artması fonunda məyus olduq, amma naşükür də deyil deyə bilərik camiyə. Suallar çoxdur, komandanın sərgilədiyi futbol, transfer məsələləri, idarə etmədə olan məsələlər, baş məşqçisi ilə bağlı məsələlər, futbolçuların keyfiyyəti. Yəqin ki, bundan sonraki bütün podkastlarımızda ümumi mövsümü müzakirə edəcəyik. Sözsüz, çünki futbolsuzluq dönəmində çalışıb maraqlı məlumatları da çatdıracağıq. Amma yenə də qeyd edək, hələ mövsüm bitməyib və sonuncu turda Qərb derbisi var. Turan Tovuz və Kəpəz üçün yeganə motivasiya yəqin ki, Qərb derbisini qazanıb mövsümü artıq kimin üçünsə müsbət, kimin üçünsə mənfi notlarla bitirmək. Azərlə tək deyilik, qonağımız var. Həmişə gözlənilən, həmişə baxımlı olan qonaqdır. Söhbət sabiq futbolçu, hazırda isə futbol mütəxəssisi kimi fəaliyyət göstərən Ceyhun Sultanov. Ceyhun müəllim, xoş gəlmisiniz, səfa gətirmisiniz. Xoş gördük, bu bizim ikinci görüşümüz idi. İkinci görüşümüz idi və məncə hələ bizdə ikinci qonaq olmayıb bizim podkastımızda. Yox, ilk dəfədir. Çox maraqlı olmuşduq verilir. Çox maraqlı olmuşdur və böyük ehtimal ki, bundan sonra Ceyhun müəllim bizim xahişimizi yerə salmaz. Müraciət eləyəndə tez-tez bizim podkastlarımızda iştirak eləyəcək. Ümumiyyətlə, sonuncu buraxılışımızdan çox keçib, yəqin ki, sizin də bəzi bir fikirləriniz dəyişib komanda ilə bağlı. Gedənlər oldu, gələnlər oldu. Ümumiyyətlə, mövsüm bitib demək olar. Necə dəyərləndirirsiniz Turan Tovuzu? Startda baxımlı futbol oynamağa çalışırdı Turan Tovuz, amma oyunlar ötdükcə dekabr ayına qədər olan komanda dekabrdan sonra tam fərqli komanda oldu. Çünki keçən dəfə dedim, futbolçu nə qədər qıtlığın varsa, o qədər də uzun yol getmə şansın azalır. Turan Tovuz da bu yoldaydı. Komanda dekabrdan yaxşı futbol oynadı və dekabrdan sonra ən əsası da nəyə üstünlüyü verdilər? Müdafiəçilərə üstünlüyü verdilər və ondan sonra hücum xəttində rəngarəng oynamamaq oyun görsənmədi, çünki Otocont da getdi. Məcbur oldular, nə etdilər? Standart vəziyyətlərə kökləndilər və standart vəziyyətlərlə dedilər ki, biz Avroligaya vəsiqə qazanacağıq, amma əfsuslar olsun ki, standart vəziyyət həmişə qol gətirmir, oyun üsulun olmalıdır. Məncə, Turan Tovuz bütün səhvləri dekabr ayında, yanvar ayında etdi. Qış transfer pəncərəsində əfsuslar olsun. Çünki heyəti gücləndirmək əvəzinə gücləndirmədilər. Əksinə hücum planında geriyə addım atdılar. Çünki hücum xəttinə baxanda görürsən ki, Tovuzda kim var? Bir dənə Alex'dir. İkinci kimdir? Jol. Joldakı travmadadır və Orxan Əliyevi aldılar. Mənə görə səhv addım idi. Çünki Orxan Əliyevin alınmağı pis futbolçu deyil. Mən yaxşı tanıyorum. Aydın məsələ deyil. Gözəl qol duyumu. Sadəcə sən baxmalıydın ki, bunu transfer edəndə bu Orxan Əliyev mənim oyun üslubuma uyğundur yoxsa yox? Məsələ budur. Mən atletik futbol oynayıram, amma Orxan Əliyev o futbolu oynaya biləcək bir gücdə deyil. Nə etməliydin? Otocons'un nəyin bahasına vurulur? Saxlamalıydın. Ümumi götürəndə Orxana xərclənilən pulu üstünə gəl, Otocons'a versəydin, onu saxlayacaqdın və sənin perspektivli bir hücumçun da vardı. Sən Şəfiyev idi familiyası. Sadiq Şəfiyev. Sən onu saxlamalıydın, Otocons'u saxlamalıydın. Sən götürdün Otocons'u buraxdın, üstə gəl, Orxan Əliyevi pulu verdin, aldın və üstünə gəl bu məvacibi. Mən düşünürəm ki, Turan Tovuz düşündü ki, haradasa pulda qənaət elədilər. Əfsuslar olsun ki, qənaət eləmədilər. Futbolçularını, yaxşı futbolçularını itirdilər və oyun üslubunda bütün hər şey dəyişdi. Bu günləri ümumi götürəndə Turan Tovuzun 8 müdafiə xəttində oyuncusu var. 2 qapıcı da 6 müdafiəçi transferlərin. Cəmi 10 legionerə olan komanda, 10-a yaxın legionerə olan komandanın 8-i arxa xəttədirsə, hücum xəttində qolu kim vuracaq? Ora hücumçu lazımdır, orta xətt lazımdır. Əfsuslar olsun ki, bunlar yox idi. Məsələn, 2 dənə
Cristiano'la o birisi İspan futbolçu var. Serrano. İki futbolçu var. Baxın, bunlar çıxandan sonra kim olacaq? Xəyaldır, məsələn, Ayxandır. Məncə dekabrdan sonra komandanı formalaşdıranda sistemə uyğun formalaşdırmalılar. Və problem də buradan başladı. Bunu da biz məşqçilər korpusuna bağlaya bilərik yəqin ki. Bir də orada Otoconla bağlı əslində məsələ nə idi biz bildiyimizə görə bu haqda danışmışdıq. Futbolçu fikri çox yayınırdı. Yəni təkliflər onu çox gecələndirirdi və məşqlərdə, oyunlarda biraz performans düşüşü yaşayırdı. Yəni istəyən aşmırdı. Bu normaldır. Yəni bu situasiyada futbolçunu məmnun necə saxlamaq olar? Maddiyyat. Bu günləri hansısa bir insan xoşbəxt deyilsə və oturmuşuq burada, mən durduğum yerdə 1000 manat verim, sənə bütün Nasaraydın qalmışıq. Əlbəttə ki, siz. Nə eləməlisən? Futbolçu bir saat çox otura bilərik. İstər-istəməz onun motivasiyada yaxşı maddiyyat onu qane eləsəydi, onun motivasiyası da olacaqdı, hər şey qane eləyəcəkdi. Əfsuslar olsun ki, mən bilmirəm klubun məşqçiləri nə düşündülər, niyə belə addım atdılar və addım atdıqlarında aqibəti belə oldu. Düşünürdülər ki, belə davam edəcək, yox. Çünki futbolçu qıtlığı var. Turan Tovuzun futbolçu qıtlığı var. Düzdür, zədəliləri də var. Düzgün seleksiyanın, düzgün ona uyğun, oyun sisteminə uyğun, üstəgəl keyfiyyəti qaldırmaq, bunlar olsaydı, bu Kavanı Makedoniya Liqasından gətirirsənsə, mən bu günləri Makedoniya Liqasını, Azərbaycan Liqasından birbaşa aşağı sayıram. Sən biz gedib oradan futbolçu gətiririksə, deməli bizim fikrimiz ora düşmək deyil. Biz ora düşmək, sadəcə mənə lazım idi futbolçu gətirdim, qoydum. Sən futbolçunu seçəndə baxmalısan hansı liqadan gəlir. Düşünürsünüz ki, göstərici olaraq, sadəcə olaraq ruslar deyir, radikal içki gəlib. Radikal içki gəlmir. Seçim olaraq, mənim futbolçu orada xoşuma gəldi, mən onu gətirdim. Sən baxmalısan ki, bu liqada, hansı liqada oynayır? Makedoniya liqasında, düzdür? Yaxşı, bir daha sizə məsələ gətirim. Araz Naxçıvanın oyuncusu Santos harada oynayırdı? İsrail Liqasında. İsrail Liqasının üstün olduğuna görə o orada aşağı səviyyəli futbolçu sayılırdı və onu göndərdilər. Hara Azərbaycana gəldi. Azərbaycan onun səviyyəsinə uyğun bir çempionatdır. Yaxşıdır, effekt verir. Burada açıldı. Amma sən gedib Makedoniya Liqasına oyuncu gətirib, sən bununla konferans liqasına düşmək istəyirsənsə, bu biraz yanlış addımdır mənə görə. Azər, indi bu seleksiyadan söhbət düşmüşkən, mən istəyərdim biraz mənim özümə də aydın olsun da bu məsələ ki, tam olaraq məsuliyyəti, yəni yalnız məşqçilər korpusu mu daşıyır, yoxsa onlar bir diskusiya aparmırlarmı ki, məsələn, tutaq ki, məşqçilər korpusu kimisə seçdi və onları bu fikrindən döndərməyə mi deyim və yaxud da bir məsləhətləşmə olmur ki, onlar Azərbaycanda effekt vermə ehtimalı çox azdır. Yalnız onların fikirlərini soruşuram. Mən elə düşünürəm ki, məşqçinin böyüklüyü, ağırlığı burada rol oynayır. Nəyə görə? Bir çox futbolçular onun əlinin altından çıxıb, bir çox futbolçuları aşağı səviyyə, futbolçuları müəyyən səviyyəyə çatdırıb, inkişaf elətdirib. Və bu məşqçiyə qarşı komandada başqa bir inam var. Yəni, tək bu komandada yox da, hara gedirsə bu tipli məşqçilərə qarşı. Məsələn, onun, belə deyək də, falan transferi bizə də uğursuz görünürdü, indi ad çəkmək istəmirəm. Amma bu adam bu futbolçunu inkişaf elətdirdi, bir yerə sisteminə uyğunlaşdırdı, bir yerə çıxartdı da, belə deyək. Əlin altında o qədər futbolçuları inkişaf elətdirir ki, artıq məncə orada o transfer məsələlərlə məşğul olan şəxslərdə, indi klubda bilmirəm yanaşma. Məsələn, Ehtiram Quliyev bizə müsahibəsində bildirmiş ki, mən özümlə razılaşdırılır. Amma mən də əminəm ki, o da bir peşkar funksioner kimi işi ötürür, inam üzərindən qurur, yəni Qurban Berdiyevə. Yəni mən yekunda bütün günahı, yəni bu mövzuda günahkar axtarırıqsa, Qurban Berdiyevdir deyə düşünürəm. Məncə komanda ona inanır, ona olan inamdan irəli gələrək istədiyi futbolçular transfer olunur ki, normalda da yəqin ki, belə olmalıdır. Məşqçinin istəyir daha yoxlandır. İstər-istəməz kluba futbolçu gəlirsə, bunun okeyini baş məşqçi verir. Sadəcə olaraq baş məşqçiyə qarşısına qoyulan futbolçular var. Məsələn, mən bugün 5 futbolçu qoya bilərəm, 5 də eyni səviyyəli futbolçudur. Amma başqa 5 futbolçu qoya bilərəm ki, biri-birindən səviyyəli futbolçudur. Əlbət Qurban Berdiyevin qarşısına qoyulan bu 5 futbolçu eyni səviyyədə olub, bunların arasındakı hansı münasibsə onu götürür. Ümumi götürəndə isə siyasi geniş olmayıb deyə düşünür. Siyasi təklifdə yəqin məhdudiyyət olub da, deyiblər ki, yalnız bunlardan olmalı. Yox, bunlardan olmayıb. Məsələn, mən düşünürəm, 5 Kauva tipli 5 futbolçu verilir.
5-in arasından onu seçirlər. Əgər bunların arasından Portuqaliya liqasından 5 futbolçu seçilsəydi, əlbəttə ki, inanmıram ki, Qavaya bura gələrdi. Bura gətirərdilər. Yox, sözsüz. Daha keyfiyyətli. Orada artıq uduzurdu onlara. Bu günləri açıq götürədik. Oyunun taleyini həll edəcək bir futbolçu var Turan Tovuzda. Oyun getmir, nəsə olmalıdır, yoxdur. Az çox Serrano, o da təkdir. Serrano da orta xəttdə O da taley həll etməyə davam qurur. Hücum xəttində siz axırıncı oyunda Qarabağdan Turan Tovuz oyunda geri dönüş 3-2 yadınızdadır. Kim elədi onu? Otocan. Otocan elədi. Bu da yeni transfer. Bugün qanundur. Əgər sən bugün öz futbolçunu saxlamaq istəyirsənsə, pulu ona xərcləməlisən. Bu günlər bu istədi, mənə lazımdır, getsin başqasını gətirəcəm. Onu uzacaqsan. Sən prinsip aparmamalısan. Bugün sənə lazımdırsa, sən eyni pulu xərcləməlisən. Razılaşmaya bilmirəm də. Yəni burada razılaşmamaq üçün Ceyhun mənə heç bir variant qoymadı. İnsan Yox, mən sizə açıq deyirəm də, mən oyun komanda qurmuşam. Mən bilirəm ki, komandanı necə qururlar. siz qurduğunuz komandada çempion olub. Prinsipə gedərsənsə uduzacaqsan. Bir idarəçi hansısa futbolçu ilə prinsipə gedirsə, o uduzur. Çünki mənə lazımsan sən. Mən hər nə yolla olur olsun, səni razı salmalıyım. Sən bu pulu xərcləyirsən, sən bu pulu xərcləmirsən də. Pulu nədən utdu? Gənc futbolçusunu göndərdi Kəpəzə, onu orada məhv elədi, çünki oynamır. Az şans qazanır. Otojon getdi, 2 futbolçu getdi, 1 futbolçu gəldi. Avtomatik olaraq sən ona da pul xərcləmirsən. Sən nə etdin, sən gəlib dostun. Mən orada məsələn Souza forma qazanırdı. İndi mən çalışacağam pozitiv tərəfdən baxım, indi siz düzəlişdə bilərsiniz. Souza formaya düşən oxşuyurdu. Sonra Santos gətirdilər Portuqaliyadan, kifayət qədər yaxşı hücumçuya oxşuyur. O zədələndi. Bu kimi amillər bəlkə yəni orada mən elə düşünürəm ki, onlar artıq hücumçu problemimiz yoxdur. 2 xarici legioner var, bir də Orxan var. Deyə düşünüb bu Otoconu göndərdilər. Bəlkə burada bir şey var. Məsələ burdadır. Söz deyim sizə. Sistem başqa şeydir. Sistemli komanda qurmaq başqa şeydir. Sən bugün oynayırsan 5-3-2, 5-4-1. Orxan da ora düz gəlmir. Sən bu futbolda hansı ki vur qabağı, orada top saxla. Orxan bu sistemli futbolçu deyil. Razısan? Əlbəttə. Çünki nə Kəpəzdə, nə də Araz Naxçıvanda həmin sistem olmur. Aşkar gördüm. Ona görə də Orxan orada effekt verirdi. Yəni obyektiv danışaq da. Turan Tovuzun 70% komandası oyunun üslubunu dəyişən Otojonla Alex idi. Verirdilər onlara. İdi, bəli. Onlar topu saxlayırdılar cüssəsi ilə və ikinci eşelonu gözləyirdilər. Bəli. İkinci eşelon gəlirdi, komanda oyununu qururdu. Bu günləri Turan Tovuz vurur qabağı, orada götürürlər topu, gəlirlər Turan Tovuz. Tovuzun qapısına. Turan Tovuz da topu götürüb künc zərbəsi yaratmalıdır ki, standartdan nəsə eləsin. Standartdan qol vurur. Turan Tovuz standart oldu, oturub gözləyən 70% tutan qol vura bilər. Bu da nə qədər də artacaq? Yox, bu da iş deyil. Mən ona görə deyəm ki, məşqçinin qurduğu bütün hallarda nə qədər rəhbərlik düz addım atmadı, komanda formalaşdıran baş məşqçi var. Sənə heç kim, özdə Qurban Berdiyev kimi insana heç kim məcbur eləyə bilməz ki, sən bu futbolçunu götürməlisən. Mənə maraqlıdır ki, Qurban Berdiyev bu futbolçuları götürəndə niyə getdiyini Makedoniya liqasından götürdü? Mən həmişə demişəm, Makedoniya liqasından götürər, aşağı liqada gedən məsələn, bəlkə Şamaxı da götürməz. İnanmıram ki, Şamaxı da Makedoniya liqasından götürür. İndiki məşqçilər korpusunu nəzərə alsaq, məncə götürməz. Ayxan Abbasov götürməz. Götürməz, çünki Makedoniya liqası Gürcüstan liqasından da aşağı səviyyədədir. Gürcüstandan götürə bilərsən, amma sən ki, Makedoniyadan götürsən, bu effekti vermir də. Harada görmürsün, yaxşı Makedoniya, bir dəfə Qarabağda Muharrem oynayır. Tardı getdi də. Onların da liqası, bizim liqa qalxdıqca, yoxsa Muharrem nə vaxt oynayır? O vaxt bizim liqa elə səviyyəli deyildi. Orada ayaqlaşdı. Bu günlər bizim liqanın səviyyəsi qalxıb, sən gedirsən aşağı liqadan futbolçu götürsən. Üstəgən Albaniya liqasını götürək. Əgər bizim ora ölüb. Əgər bizim mərkəz müdafiəçisimiz gəlib Albaniya liqasında çempion olursa, Zamikdən gedirsə. Sən çempion olursan, sən gedib o liqadan futbolçu gətirirsənsə, deməli sən qabağa addım yox, dala addım edirsən. Biz baxmalıyıq. Mən gedərəm Portuqaliya liqası, 2-ci liqasından oyunçular nə gedirsən Azərbaycana uyğundur. Almeidası da oradan çıxır. Sən oralara hansı bazar var orada bizə uyğun. Oradan götürməlisən futbolçunu. Əfsuslar olsun ki, biz tam fərqli bir dekabrdan sonra Tovuz gördük. Çox fərqli gördük. Çox fərqli. Bu günlər gözləyək ki, standart vəziyyət olacaq, Turan Tovuz onda qol vuracaq. Oyun yox, vururlar qabağı, belə də futbol olmur. İndi bundan sonra gələn ilin çempionatında 11 legioner oynaya bilər. İndi baxaq görək, onda necə formalaşdırılacaq komanda. Yetərincə
sponsorlar, Ehtiram bəy, yetərincə maliyyə ayırır. Bildiyim qədər sağ yoxsuzluğu olsun. yoxdur. Bəli, bəli. Mən deyirəm ki, elə insanlar mənim də qarşıma çıxsın və mənə də desin ki, komanda olur. Belə insanlar, əgər komandanı formalaşdırmağa icazə verirsə, bir adama ona inanır verir. Sən bunu gətirib bundan sui-istifadə edirsənsə, mən sənə sui-istifadə deməzdim, necə gəldi, başdan sonra bir komanda formalaşdırır. Qeyri-kompetent hərəkət edirsənsə, məsələn, belə deyək də. Onda problem baş məşqçidir. Mən Qurban Berdiyevin çox savadlı məşqçi olduğuna inanıram. Hamı inanır buna, o təsdiq edir. Dekabra qədər onun komandasının qapısına qol keçirtmək üçün çox çətin idi. Əziyyət çəkirdi klublar. Baxın Qarabağ. Zədələri də düzdür nəzərə almalıyıq. Zədə alırsansa, ged onun yerinə gətir. Deməli, B planı olmalı idi da. Yaxşı futbolçu gətirməlisən də. Nə qədər sən olsun 10 dənə zədənin ola bilər. Onda çempionatda durma da. Mən axırıncı yerdə. Razıyam. Hər bir şeyə hazır olmalısan. Bəli. Komanda da odur. Bundan sonrasını necə düşünürsünüz? Mənə də maraqlıdır ki, mən də yəqin ki, o istiqamətdə söhbətlərə başlayacağıq. Çox maraqlıdır. Kimlər getməlidir? Tək getməkdən yox, mən sualımızın istiqaməti eynidir. Sadəcə olaraq bir balaca fərqli istəyərdim. Mən Ceyhun müəllimdən daha doğrusu proqnoz istəyərdim. Bilim ki, sizcə bu mövsüm, bunu mən eksperiment artıq adlandırıram. Bu eksperimentin nəticəsi olaraq Qurban Berdiyev və məşqçilər korpusu və digər bu işdə iştirak edən məsul şəxslər artıq ikinci mövsüm bu radikal gedişlərə, radikal addımlara gedəcəklərmi? Ki komandada, yəni artıq onlar yəqin ki, onlar səhvləri üzə çıxardıb. Səhvlər hansı sahədədir? Seleksiyada hansı çatışmazlıq falan. Yəni sizcə və o suala əlavə böyük olaraq dəyişiklik görəcəyik. Köklü dəyişikliyə ehtiyac var və komandanın futbolçularının keyfiyyəti aşağıdır. Bu fikirlə razısınız, yoxsa sadəcə bu heyəti, bu strukturu qoruyaraq müəyyən dəyişikliklər olmalıdır? Yox. Tam olaraq köklü dəyişiklik eləmək düzgün deyil. Çünki aydın məsələdir. Komandaya gələn futbolçu kinder sürprizdir. Sən bugün futbolçu gətirə bilərsən, yaxşıdır. Sən məsələn gedib Benfica-dan futbolçu gətirsənsə, dəyiş 11-ində. Hə. 11-ində. Yox, zaten gətirəcən futbolçular da aşağı-yuxarı ilə bu heyətə yaxın. Sən bu heyətdən nə etməlisən? Sənə icazə verilir 16-10 futbolçuya gətirə bilərsən, zayıf edə bilərsən deyəsən. Və yaxşı pul ödəməlisən 16 futbolçu. Gətirəcəksənsə o qədər, hə, kifayət qədər də pul ödəməlisən. Sən nə etməlisən? Lazım olan 1-2 futbolçun var, onları saxlamalısan. Yerli futbolçular var, hansılar ki, onları sən mütləq saxlamalısan. Çünki sabahlar sənə 22 legioner. Yox, sözsüz. Turan-Tozda bu barədə məncə problem yoxdur. Onlar yerli futbolçulara üstünlüyünü verəcək. 12 futbolçudan çox gətirmək də biraz zaten legioner faktor böyük puldur. Onu deyir də, hələ əlavə də pul ödəməlidir. Bu günləri komanda formalaşdırırsansa, əgər qarşında məqsəd varsa, maliyyə gözdə durmamalıdır. Maliyyə yaddan çıxmalıdır. Mən bugün komanda formalaşdırıram, mən kitab oxuyuram, Napoleon Hill, onun kitabını. Orada deyir, bir nəyəsə nail olmaq istəyirsənsə, yox, edə bilmərəm, bacarmaram, istəmirəm. Bu sözlər leksikondan çıxmalıdır. Arxaya baxsan da, düşəcəyin quyudur, orada da öləcəksən. Sən bunu götürüb, qabağa baxmalısan. Əgər bunun qarşısında sən deyəcəksən, mənim maliyyəm buna yetərli deyil, onda məqsəd qoyma, çempionluq. Əgər sən böyük yerlər uğrunda məqsəd qoyursansa, ona fikir verməməlisən. Bu günləri mən nəyə gətirib çıxarıram? Otto Jones'u götürək də. Sən bu gün ən Rus demişim, ключевой futbolcunu sən buraxırsansa, problem səndədir. Çünki idarə edən insanlar bunu düşünməli idi. Bunu düşünmədilər, dedilər ki, yox, onu gətirəcəm, bu əla olacaq, bu ondan da yaxşı çıxacaq. Onun yaxşısını axtarmaqla deyil. Bugün yaxşısının yaxşısı səni uçuruma aparacaq. Bugün bizim problemlərdən də biri transfer eləyəndə futbolçu göndərirsən kluba, keyfiyyətli futbolçudur. Və bu deyir ki, mən bundan da yaxşısını axtarıram. Bundan da yaxşısını axtarıram. Yaxşısı gəlir, axırda nə olur? Futbolçu ilə anlaşa bilmirlər heç kimlə. Qalırlar futbolçusuz və məcbur olurlar, gedirlər kimi yerə gətirirlər. O problemlərdən biri də budur. Qərar vermə problemi var bizdə. Mən burada açıq deyirəm ki, ən çox bəyəndiyim məşqçilərdən biri Ayxan Abbasovdur. Ani qərarı verər. Baxır futbolçu, keyfiyyəti varsa mən bu futbolçunu istəyirəm. Yox, bunun da yaxşısını axtarım. Çünki yaxşısını axtarmaq üçün zamanı da qoyulur. Sən daha böyük maliyyə xərcləyirsən. Bəli. Səndə o maliyyə yoxdur, sən yaxşısını axtarırsan. Yəni o baxımdan Ayxan Abbasov ayağını yorğanına görə uzadır da. Əlbəttə. Sən bugün Tovuz da yorğanını ayağına görə uzadır. Amma əfsuslar olsun ki, atdıqları addımda səhv addımdır.
Çünki sən yenə deyirəm, yenə bağlıram Otojonsu. Çünki komandanın çox işini o gördü hücum xəttində. Və hər bir qıraqdan siz baxa bilərsiniz də sistemli olaraq Torontoz necə futbol oynayır. Bu günləri Torontoz Alex'lə Otojonsun hesabını oynayırdı. Çünki bunlar top saxlama bacarığı var. İkinci eşalon gəlirdi. Bugün ikinci eşalon gedə bilmir. Serrano'nu nə vaxt görmürsünüz cərimə meydançasında? Yox, axır vaxt. Gedib ora çıxa bilmir. Yalnız mərkəzdə olan bütün işləri qaydasına, səhmana salır, amma bundan sonra artıq Serrano'nu irəli siz nə vaxt görə bilərsiniz orada? Gün zərbəsində qutardı, getdi. Çünki ora gedib çatmaq üçün komanda sənə ikinci eşalonun gəlib çıxmalıdır. Əfsuslar olsun, bunu eləyə bilmirlər. Bunun aqibətini yaşadılar. Məncə bundan sonra komanda formalaşdıranda çox diqqətli olacaq. Zədəli olan futbolçuların geri dönüşü də olacaq, mən bilən növbəti mövsümdən. Kəsir istəyirəm, səs gəldi. Zədəli futbolçu deyirsiniz. Zədəli futbolçu gəldi. Bugün legioner limiti yığışdırılır. Zədəli futbolçunun Mənim biraz qorxduğum məsələ də onların necə geri dönməyidir də. Yəni Denis Marandiçinin bildi ki, onun zədəsi yəni çox ciddi zədə idi də. İndi o zədədən sonra bərpa prosesi falan onlar hamısı keçirildi. O futbolçunun asılıdır. Mənim özüm 6 ay zədəli olmuşam. 6 aydan sonra gəlmişəm. 6 aydan sonra ilin ən yaxşı futbolçusu seçilmişəm. O futbolçunun özündən asılıdır. Cəman, bəs belə deyək də, mövqelər üzrə getsək, hazırki hücum xəttindən növbəti mövsümə başlamaq olarmı, yoxsa daha da məsələn Santosun sağalmasını nəzərə alaq, digər bu kimi məqamları nəzərə alaq. Digər bu kimi məqamlar Santos və konkret Souza görünür hələlik. Orxanla bağlı inanmıram ki, vəziyyət pozitiv olsun hər iki tərəfdən. Ya Orxana uyğun gərək sistem dəyişsin, ya da ki həmin sistemdən Orxanla. Bu sistemdə Orxan da çox güman ki, daim oynamaq istədiyi klub sistemi. Bu sistemdə sənin sağ və sol cinahların hücumçu kimi oynamalıdır. Əfsuslar olsun ki, sağ və sol cinahlar oyuncu allatmaq qadirində deyil, oyuncu allada bilmirlər. Çünki sən sağda oynayırsan, solda oynayırsansa, olursan ikinci winger hücumçu kimi. Sən oyuncu allatmağı bacarmalısan. Əfsuslar olsun, Toronto'da Premier League futbolçulardır. Gedirlər, qaldırırlar, qayıdırlar. Cinahlar. Bu günləri əgər sən bu sistemdə oynayırsansa, sənin sağın solun bir sən oynayırdır. Hücumçu kimi. Girdi ora cərimə meydançasında penal 11 də eləyə bilər, hər şey eləyə bilər. Faiqi də götürək, İsmaili də götürək. Pis futbolçular deyil. Amma sistem onda Faiq adam allada bilirmi? Yox. İsmaildə də bəzi şeylər alınır. İsmaildə də var, amma İsmail son müdafiəçisi deyil, məcburən soldan oynadırlar. Hə, deyil. Özü də futbolçu özü də bunu dilinə gətirmişdi. Hamısı gətirir, çıxardı nəyə? Sonu bax, qorsuzluğa gətirir, çıxardı. Hətta onun həmin pozisiyada əziyyət çəkdiyini şahidi olmuşam mən. Biz birlikdə izləyirik həmin oyunu meydandan. Ya Araz Naxçıvanla oyundaydı, ya Səbayla oyundaydı. Futbolçu solda çox diskomfort hiss elədim onda. Məcbur olurdu sağ. Necə hiss eləyə bilməzsən? Top gəlirsə, sol ayaqla sən ora cərimə meydançasına qaldırmalısan. Sən gətirsən, sağa çəkirsən, sağla qaldırırsan. Onu deyirəm. Rəqiblər də bunu bilir. Hətta cinahın özü ilə ötürməni verəndə belə solla verməli idi. Yenə də məcbur sağla ayağının çöl hissəsi ilə verir. İndi siz mənlə razılaşırsınız ki, Toronto'nun heyətində 23 futbolçu var. 23 futbolçunun sol müdafiəçinin sol ayaqlısı bir dənəsi yoxdur. Fikrimizlə razıyam. Cəman, ümumi baxsaq, indi detallar üzərindən qayıdaraq, bu həftə klubların hesabatları da açıqlandı və bu hesabatlar bizə çox şey göstərdi də, demək olar. Zaten bəlli idi hamısı. Bu büdcə ilə komanda nə qədər böyük iş gördüyünü yəqin ki, razılaşarsınız. Ümumilikdə mövsümü uğurlu saya bilərik. Bu büdcə ilə, bu heyətlə, bu imkanlarla saya bilərik, yaxud da belə. İlk il üçün məncə normaldır. Üstəgəl infrastruktur bərpa ediblər. Bunlar hamısı mənə görə bu gün Toronto'uz liqaya düşmədisə bu faciə deyil. Bu normaldır. Bir insan gəlirsə, nəyisə yatırım edirsə, onu zamanla. Razıyam. Yox, mən bugün gəldim çempion olmalıyam, konferans elə bir şey yox. Xüsusilə də proyekt mən bildiyimə görə uzun müddətli proyektdir. Yəni bir qısa müddətli bir mövsümlük deyil ki, gərək nəticə verə gedək. O da futbolda bir şeydir. Əslində heç vaxt bir nəyəsə yatırım edirsənsə, sən feedback gözləməməlisən. Hə, düzdür. O bir sinə vaxtı ola bilər. O məsələn Real Madrid kimi komanda eləyə bilər. Ki mən milyardlar xərclədim, mən nəticə qazandım. Sən bugün Toronto'uz
yeni adını bərpa eləməyə çalışırsan. Böyümək lazımdır. Böyümə. Bax gör nə qədər azarkeş gəlib qutmusan. İnfrastrukturu düzəldirsən, udursan. İndi meydançanı dəyişməlidirlər bildiyim qədər. Planlara daxil. Bunlar hamısı etapla olur. Mərhələ. Bəli. Mən bu günləri gəldim, mən Çempion Konferans Liqasına düşmədim. Ayda olmadı, belə olmaz. Onda nasıl komandanı dağıtmaq lazımdır. Bir insan, mən deyirəm ki, Ehtiram müəllim biraz ağıllı insandır. Düşünən insandır. Əgər birinci infrastruktura fikir verdi, bu hazır olandan sonra yavaş-yavaş komanda formalaşdırır. Mən deyirəm, bir komandanın yaxşı nəticə vermək üçün 3 il vaxt lazımdır. Ən azı. Ən azı 3 il. 3 ildən sonra sən nəsə tələb edə bilərsən. Bəli. Mən bu günləri gəldim, azarkeş istəyə bilər, azarkeş istəməklə deyil. Bunun hər şeyin qanunu var. Etap gəlib çıxmalısan ona. Bu günləri komandanı formalaşdırdın, o effekti ala bilmədin, harada səhv eləmirsən, onları düzəltməyə çalışacaqsan, 2-ci il düzəldəcəksən, 3-cü il çempionluq uğrunda mübarizə aparacaqsan. Bu qanundur. Yox, sən tələssən, effektini görməyəcəksən. Əsas suallardan biri, sizcə baş məşqçi məsələsi ilə bağlı hər şey yaxşıdırmı? Qurban Berdiyev futbolu, düşüncələri köhnədirmi, yoxsa sadəcə bayaq sadaladığımız səbəblərdənmi alınmır və bu baş məşqçi ilə yola davam edilməlidirmi? Ən böyük problemimiz nədir? Bir məşqçinin nəticə verməyəndə onu qapı göstərmək. Biz hamımız bu imkan düşə bilmədi liqaya, bunu yola salmaq lazımdır, yenisini gətirmək lazımdır. Bayaq deyildi, zaman verilməlidir. Berdiyev çox təcrübəli məşqçidir. Açıq deyim ki, müdafiə planında əks hücum üçün çox ideal bir komanda formalaşdırıb. Çünki sən dekabr ayına qədər baxın, epizodlarla baxın komandalara ki, cərimə meydançasına yaxınlaşa bilmirlər. Qarabağla da görmüşəm, Sabahla da görmüşəm, necə müdafiə olunurlar və nətər hücuma keçirlər. O da futbolçu keyfiyyətinə bağlanan şeydir. Sən bunu Orxan Əliyevlə eləyəməzsən. Mümkün deyil. Sən nə etməlisən? Oyun üslubu, atletik futbolçu götürməlisən və ona uyğun olaraq addım atmalısan. Müdafiə xəttində görürsən, pis deyilər, amma sürəti yoxdur. Sürəti yoxdur. Hakmanı götürək. Biz mənə görə Hakman elə də yaxşı səviyyəli futbolçu deyil. O qədər də yüksək deyil. Yüksək deyil. Mən onların hamısını tanıyıram, ona görə belə danışıram. Onları qaldırmalısan, biraz sürətli olmalıdırlar da, başına yaxşı oynayırlar. Başına yaxşı oynayanı axtarırsansa, onu daha sürətlisini gətirməlisən. Sağ müdafiəçisi, sol müdafiəçisi dəyişməlisən. Sən sistemə uyğun, sənin əgər bu futbolçuların, sən qoyduğun oyun planları, onun keyfiyyəti yetərincə olsa, inanın ki, Turantoz bu Berdiyevin qoyduğu sistemdən hər oyunu çıbraxa tutar. Çünki o şey var ki, nətər müdafiə olunurlar, nətər müdafiədən hücuma keçirlər. Potensial var da komanda, yəni belə deyil. Var idi. Hə. Onu etapla itirdilər. Amma yəni fəlsəfi olaraq yenə də bu potensial var. Amma bunu reallaşdırmaq üçün siz dediyiniz bəzi məqamlar var ki, çünki bu günləri hər neyini sən elə geyindir bunları Adidas, geyindir Pierre Cardin, samalyota mindir jet axırıncılarla. Meydana çıxan futbolçunun keyfiyyəti yoxdursa, effektini ala bilməyəcəksən. Mənim üçün demişəm, 11 nəfərin yaxşı olsun, prezidentin şey olması da olar. Necə deyim sizə, idarə etməyən insan da ola bilər. 11 nəfəri güclü olmalı. Əsas 11 nəfər keyfiyyətli olmalı. Bu günləri hamı Şəruri Sifəndiyardan danışır ki, savadsız olub, amma sistem qura bilirlər. Neyniyib? Baxıb qıraqdan, seçimləri düzgün eləyib idarə eləyənlər başqa adamlar olur, amma oturub pulun qazanır. İnvestorlar. Eyni sistemdir. Hill'da, Napolyon Hill'da da elə deyilir kitabında. Deyir ki, mən varlı olanların hamısı savadlı olmayıb ki. Yox. Hamısı savadsız olur. Amma düzgün struktur, sistem kimləri götürüb yanı savadlı adamları. Hamısı savadlı adamlar da nə edib? Sistemi qurur. Onlar da nə lazımdır? Pul. Qutardı getdi. Araşı da indirik, araşı saxlayırıq bu mövsüm, yoxsa bax bu cüssə, fizika. Araşını indirik. Araş birdən yadına düşdü. Hə, yəni var da bu konuşmuşduq axı. Səhv addımlar oturur da bir. Səhv addımlardan biri də Araş. Düzdür, Araş ola bilər traktor sahəsində hansısa futbolu oynayır. İranda kifayət qədər populyar futbolçudur. İndi mən sizə bir dənə sözüm, İran futbolu ilə bizim futbolu yan-yana qoya bilərsiniz. Yox. Onu qarışdırmıram mən. Tam fərqli bir oyun üslubu var. Çünki İran futbolunda atletikdir, görür hara gəldi oplanır. Kimin üstə gəldi çıxır. Hə, qorxmur yoxdur onda. Amma topla birinci ötürmə var. Bunları bacarmır. Yox. Deməli, topu qarşılamaq var. Sən gətirdin, bu səhv məşqçinin səhvidir. Çünki bunu sırf olaraq Berdiyev gətirir.
Bəli. Düzdür? Çünki Deməli, bir yerdə işləyiblər. Deməli- Amma harda işləyiblər? Başqa yerdə işləyiblər. Azərbaycanda işləmir. İndi məsələ nəyə elə gəldi çıxdı? Məsələ yenə futbolçu seçimində gəldi Ya, çıxdı. seleksiya. Deməli səhv addımlar hardadırsa, məncə özləri də daha yaxşı bilirlər və bu səhvləri etməyəcəklərini düşünürəm. Yavaş-yavaş Yekunlaşdıra bilərik. Nəyə görə? Biz artıq izləyicilərimiz üçün də bir elan olsun. Yavaş-yavaş heyət, kimlər qala bilər, gedə bilər, iddialar, xəbərlər bu istiqamətlərdə danışmağa başlayacağıq. Məncə bu gün üçün elə əsas toxunacağımız mövzulara toxunduq deyə düşünürəm. Ceyhun müəllim, təşəkkür edirik ki, zamanınızı, dəyərli zamanınızı sərf etdiniz, podkastımıza qoşuldunuz. Çox ümid edirəm ki, növbəti podkastlarımızda da biz hələ üz-üzə gələcəyik və Ceyhun Sultanovun bildiyi, yəni bir var insan danışır, təkcə danışmağın deyil, Ceyhun Sultanov nə deyirsə, hesab edirəm ki, arxasında böyük bir arqument durur onların hər birinin və əksər hallarda da öz əksini tapır. Sultanovun verdiyi proqnozlar odur Bir ki, deyim sizə, mən burada nəyəsə deyirəmsə, nəyəsə arxalanıb deyirəm. əsaslanıb Əsaslar var ki, gördüyüm uyğun olaraq deyirəm. Mən Turan Tovuzun bütün futbolçularını birəbir hansı keyfiyyətə malik olduğunu belə deyə bilərəm. Onlara futbolçu gələndə mən onda deyə bilərəm ki, bu futbolçu effekt verəcək, yoxsa verməyəcək. Sadəcə olaraq bir rəhbər yanında uğur qazanmaq istəyirsə, yanında olan insanlar ondan savadlı olmalıdır. Bu qızıl qaydadır. idman bunu tələb edir. Bəli, Baş idmanda məşqçi qızıl qayda. savadlıdırsa, onun yanında köməkçisi ondan da savadlı olmalıdır ki, harda səhvlər var onu görsün. Mən bunu deyəndə deyirlər ki, nətər ola bilər ki, baş Yox, məşqçi, əlbəttə ki, ağıl ağıldan üstündür. baş məşqçi köməkçisi ondan üstün olsun. Bu günləri dünyada Alex Ferguson otururdu belə, köməkçiləri bütün hər şeyi idarə eləyirdi. Hətta məşq prosesində də insan sadəcə yalnız baxır, izləyir. İzləyirdi. Belə də olmalı. Bütün tanınmış məşqçilərə biz baxsaq, onlar yalnız izləyirlər. Hər bir Əksəriyyəti də. hər bir köməkçi, məşqçi öz baş məşqçisindən daha üstün olmalıdır. Əfsuslar olsun ki, bu Azərbaycanda hələ ortaya çıxmayıb. Bizdə sadəcə olaraq köməkçi məşqçi adı gedir. Evet. Amma köməkçi məşqçi böyük bir Bəli, figurdur. əlbəttə, sözsüz. Belə. Azər, səndə əlavən yoxdur. Sağollaşaq. Turan Tovuzu isə növbəti sınaq gözləyir. Növbəti sınaq isə Qərb derbisidir. Ümid eləyək ki, Qərb derbisinin qalibi də məhz Turan Tovuz olacaq. İstənilən halda hər iki Qərb təmsilçisinə uğurlar. Bizlik bugünlük bu qədər. Növbəti buraxılışımızda mütləq görüşmək ümidi ilə sağ olun, salamat qalın.